Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Değerli Müslümanlar, bugün yani 16 iyun 2026 ildir. İslam təqvimi ilə bütün Müslümanların yeni ili başladı. Yani Hicri təqvimi ilə bugün 1 Muharrem 1448 ildir. Yeni ilimiz artıq başladı. Müslümanlar nəyə əsasən bu təqvimi seçmişdirlər? Bu təqvimin özünün yaranma tarixi necə baş vermişdi ki, istərdim sizə bu barədə məlumat verəm. Əvvələn, dəyərli insanlar, qəməri təqvimini, yəni ayla təqvim hesablamanı Allah bizə tövsiyə etmişdir. O, Qur'an-ı Kərimdə Bakara surəsi 188-ci ayədir ki, özünüz də ona baxarsınız. Ki orada qeyd olunur. Euzu billahi mineşşeytanirracim. Yes'alunaka anil ahilla. Kul hiye mevaqitu linnas. Səndən soruşarlar hilal barəsində, yəni ay barəsində. Ki ay, yəni niyə belədir? Nəzik olur, get-gedə qalınlaşır və tam dairə olur, sonra yenidən nəzikləşməyə başlayır və sonunda itir. Yəni bunu soruşsalar səndən, bu niyə belədir? Allah deyir, qul, de onlara, bu belə edilmişdir ki, siz onunla öz zamanınızı hesablayasınız. Bəli, deməli, elə bu ayə ilə Allah bizə ayı özünüzə təqvim götürün demişdi. Təsəvvür edirsinizmi? Nə telefon lazımdır, nə kalendar lazımdır, nə də bir yaddaş lazımdır. Bugün ayın neçəsidir soruşulanda başını qaldıracaqsan göylərə, ayı görüb deyəcəksən. Bugün ayın filan tarixidir. Deyim ki, ay gecələr görünür, gündüz görünmür. Niyə? Gündüz də görünür. Sadəcə olaraq zəif görünür. Ayın ışığı günəşin ışığında itir deyə az görünür. Yəni, hələ gündüz də baxıb ayı görmək olur. Gecə daha aydın görünür. Deməli, bizim təqvimimiz başımızın üstündə asılıb. Və deyəndə ayın neçəsidir, ayla hesablayanlar onu başını qaldırıb və onu görür. Bugün ayın neçəsidir. Və özü də çox maraqlıdır. Ayın ilk 15 günü ay böyüyür. Nəziklikdən yoğunluğa doğru gedir. İkinci yarısında isə tam dairədən yenidən nəzikləşməyə doğru gedir. Və bununla da insan bilir ki, ayın birinci yarısıdır, ikinci yarısıdır. Təqvim başımızın üzərində asılmışdı. Və çox maraqlıdır. Qirqariyan təqvimi ilə gedənlər də biri-birindən soruşur. Bugün ayın neçəsidir? O da deyir, iyunun 16-sıdır. Maraqlıdır. Onlar niyə deyirlər ki, bugün ayın neçəsidir? Axı onlar günəş təqvimi ilə gedirlər. Onların ayın neçəsidir deməsi doğru deyil. Yəni, əslində biz bir-birimizdən soruşanda bugün ayın neçəsidir? Ayın neçəsidir deyilsə, hökmən gərək ayla cavab verəsən. Yəni, İslam təqvimi. Onda biz soruşmalıyıq. Bugün günün neçəsidir? Və bizə deyilməlidir ki, bugün iyunun 16-sıdır. Çünki bu günəşlə hesablanılanda iyun, iyul kimi aylar hesablanılır. Ayla hesablananda isə Muharrem, Səfər kimi aylar hesablanılır. Bu təqvimlərin arasında
10, bəzən 11 gün fərqi vardır. Ona görə bəzi müsəlmanlar tez-tez soruşurlar, niyə İslam təqvimində olan hadisələr bizim təqvim ilə hələ 10 gün fərq eləyir? Niyə eyni yerdə qalmır? Səbəb budur. İslam təqvimi 355 gündür. Xristiyan təqvimi, yəni milad təqvimi 365 gündür. Ona görə də İslam təqvimi hər il 10 gün qabağa düşür. Hər 3 ilə 1 ay qabağa düşür. Hər 33 ilə 1 il qabağa düşür. Ona görə də biz deyəndə Allahın Rəsulu neçə il yaşayıb, deyirlər 63 il. Rasulullah həmən təqvim ilə 63 il yaşayıb, İslam təqvimi ilə. Rasulullah Qirqariyan təqvimi ilə hesablasan 61 il yaşayıb. Bəli, 61 il yaşayıb. Qirqariyan təqvimi ilə hesablanılsa. Yoxsa üstünə gəlməliyik? Yox, düzdür, 61 il yaşayıb. Yəni, çünki üstünə gəlinsəydi 65 il edəcəkdir. Bu təqvim necə başladı? Müsəlmanlar necə oldu ki, bunu seçdilər? İlk dəfə bu təqvimi, yəni bu qəməri təqvimini müsəlmanlara Omar radiyallahu anhunun dönəmində bir hadisə ilə bu seçilmişdi. Omar radiyallahu anhu öz valilərinə məktublar yazırdı. Necə idarə edin, hadisələr necə cərəyan etməlidir və Musəl Əş'ari Omar bin Xəttaba bir gün məktub yazır ki, ya Əmirəl-Müminin, sən bizə məktub yazırsan, biz bugün varıq, sabah tarix olacaq. Bizim sabahki nəsillər bu hadisələrin hansı tarixdə baş verməsini yazmırsan. Sən orada tarix də yaz ki, qoy gələcəkdə bilinsin ki, bu hansı hadisə haçan baş verib. Omar radiyallahu anhu deyir ki, Allah səndən razı olsun. Çox doğru dedin. Və təcili baş bilən sahabələri ətrafına yığır ki, gəlin müzakirə edək, bizim də özümüzə görə təqvimimiz olsun. Çünki həmən vaxtı Romada, Hindistanda təqvim var idi. İranda təqvim var idi. Yəni onların öz təqvimləri var idi. Müsəlmanlar isə dedilər, biz onların deyil, özümüzə görə bir təqvimimiz olsun. Çünki Qur'an-ı Kərimdə Allah bizə ayı özünüzə hesab götürün deyir. Səhabələr yekdillik ilə bu təqvimi, yəni Muhərrəm, Səfər, Rəcəb, Şaban, yəni bu ayları təqvim götürdülər yekdilliklə. Amma haçandan başlansın hesab? Bu barədə ixtilaf etdilər. Bəzi sahabələr dedilər ki, Ramazan ayından ilimiz başlasın. Ali İbn Əbu Talib, Allah ondan razı olsun, Hazreti Ali deyir ki, yox, biz onu Resulullahın hicrəti ilə hesablayaq. Omar radiyallahu anhu Əmirəl-Müminindir deyə, yəni o xəlifədir deyə, parmağını Ali İbn Əbu Talibə uzadaraq deyir, Ali, Allah səndən razı olsun. Bəli, sən nə gözəl vurğuladın. Biz Resulullahın hicrəti ilə bunu hesablayacağıq. Çünki Resulullah küfürdən İslama hicrət etdi. Küfür ölkəsindən çıxdı, İslama getdi. Və biz İslam ölkəsini qurduq və dinimiz və dövlətimiz oldu. Əlbəttə ki, tariximiz də elə həmən gündən hesablanmalıdır. Alinin dediyi ilə gedəcəyik. Biz bundan sonra təqvimimizi qəməri təqvimi olaraq Muhərrəm ayının 1-i ilə hesabımızı başlayacağıq və beləliklə bugün yaşadığımız, yəni hal-hazırda 1448-ci il olan təqvim hesaba düşdü.
Deməli, bu təqvim Ömər ibn Xattab radiyallahu anhunun hakim olduğu dönemdə onun təklifi ilə həyata keçdi və Müslüman ümməti üçün özünə məxsus bir tarix başlandı. Biz Müslüman olaraq bu təqvimi yaşayırıq. Amma bu il təzələnir deyə bir-birimizə təbrikləşə bilərikmi? Yəni biz bir-birimizə indi deyə bilərikmi? Yeni ilin mübarək. Bu barədə İslam elm adamları ixtilaf ediblər. Misir elm adamları bunu doğru addım görüblər. Onlar deyirlər ki, bayramlaşa bilərik. Biz deyə bilərik bir-birimizə yeni ilin mübarək olsun. Hətta onlar deyirlər. Bir qrup elm adamları deyir ki, yox, bunu edə bilmərik, çünki bu cumhurun görüşüdür. Yəni çoxluğun görüşüdür. Ki, bunu edə bilmərik, çünki bunu sahabələr başlayıb. Yəni Ömər ibn Xattab başlayıb. Və Ömərdən sonra Osman və ondan sonra Ali kimi sahabələr gəlib, onlar bir-birinə təbrik etməyiblər. Yəni onlar deməyiblər, yeni ilin mübarək. Bizim də deməyə yerimiz yoxdur. Bu görüş güclü görüşdür. Yəni özüm də dərsi başlayarkən orada sizə təbrikləşmə etmədim. Ki, mən də onlara tabi olaraq etməyiblər bizdən böyləri, bizdən böyük, yəni yaşca böyük deyil. Yəni yolca bizdən böyük olan sahabələrin etmədiyi bir şeyi bizim etməyimiz doğru olmaz, özbaşınalıq olar deyə biz bu günləri təbrikləşmərik. Amma bir qrup insanlar bu günü təbrikləşmək olmaz və yaxud da təbrikləşənlərə reaksiya verərək deyirlər ki, daha doğrusu deyə bilərlər ki, bu əsasən çox kiçik coğrafiyada olur. Yəni bizim bölgədə belə coğrafiyalardandır ki, sən bu tarixdə Hüseyin radiyallahu anhu şəhid olub, sən necə təbrikləşərsən? Bu fikir tamamilə xətalı fikirdir. Tamamilə xətalı fikirdir. Çünki bu tarix Həzrət Hüseyndən başlamır. Həzrət Hüseyin də bu tarixin içində Müslüman ümmətinin bir acı günü olaraq tarixə düşmüşdü ki, Həzrət Hüseynin də şəhid olması Mühərrəm ayına təsadüf etmişdi. Bu Mühərrəm ayı Həzrət Hüseynin adı ilə bağlı deyil. Həzrət Hüseyin heç dünyada yox idi. Mühərrəm ayı var idi və Yəhudilər Mühərrəm ayında oruç tutardılar. Təbrik orucu, sevinc orucu ki, Musa Peyğəmbər Fironun zülmündən xilas olmuşdu. Bəni İsrail xalqı ilə birlikdə. Onlar bunu sevinç tədbiri kimi qeyd edərdilər. Yəhudilər. Deyim ki, Yəhudilər qeyd edib, yox. Allahın Rəsulü Muhammed sallallahu aleyhi və səlləm və onun sahabələri Aşura günü Mühərrəm orucu tutardılar. Və Allahın Rəsulü axırıncı il demişdi, əgər mən gələn il yaşasam, 2 gün oruç tutacağam ki, Yahudilərə bənzəməyək. Amma biz bu günü oruç tuturuq. Resulullah oruç tutardı Aşura günü. Heç onda Hüseyin körpə uşağı idi. Hüseyinlə əlaqəsi yoxdur bunun. Hələ bundan da əlavə bəzi xalqlar Nuh Peyğəmbərin bu Mühərrəm ayında Aşura günündə gəmisinin yerə düşməsi ilə, yəni gəmi xilas oldu artıq. Nuh və gəminin içindəkilər xilas oldular və onların ayaqları quruya dəydi, torpağa dəydi deyə onlar sevincdən Nuh Peyğəmbər deyir, nəyiniz var, gətirin tökək bir qazana yemək bişirək. Və insanlarda olan dənli bitkiləri yığdılar. Noxud, buğda, paxla kimi
quru dənli bitkiləri yığdılar və qazana töküb, su töküb onu bişirdilər. Və bu gün də, bəlkə də tarixdən eşidərsiniz, türklərdə, Orta Asiya türklərində də bu qalıb. Aşura tatlısı deyə bir yemək bişirirlər. Aşura tatlısı. O, eyni bizim xalqın bişirdiyi hədiyyə aşındandır. Hədiyyə aşı. Bizdə ona hədiyyə aşı deyərlər. Hədiyyə aşı. Yəni hədiyyə aşı. Niyə hədiyyə aşı deyərlər? Bu sevinç aşıdır. Bunun Həzrət Hüseynlə əlaqəsi yoxdur, ha, dəyərli insanlar. Bəzi insanlar elə bilir ki, bu Aşura günü Hüseyn üçün bişirilir. Bu Həzrət Hüseyndən 1000 illər qabaq bişirdi. Bu Nuh Peyğəmbərdən qalıb bu adət, bu ənənə. Hər Aşurada bişirirdilər ki, torpağa düşən günlərini qeyd edirdilər. Hətta bizdə o hədiyyə aşını içinə turşu atarlar, quru turşu, quru alça atarlar ki, biraz turş olsun. Amma Orta Asiya xalqlarında, Özbəklər və Türklərdə isə onu şirin qatarlar. Ona deyirlər Aşura tatlısı, şirin olur o. Yenə də xalqımızın cahilləri deyərlər, görürsünüz onlar sünnüdürlər. İmam Hüseynin şəhidliyinə görə sevinirlər və halva bişirirlər. Halbuki bu həqiqətən gülünc bir sözdür. Yəni bunu nadan insan deyər. Yenə deyirəm, bu Hüseyn radiyallahu anhudan 1000 illər qabaq bişmiş yeməkdir. Yəni bu çox qədimə dayanır. Bunun Həzrət Hüseynlə əlaqəsi yoxdur. Özü də bu yemək heç ərəblərin mədəniyyətində yoxdur. Ərəblər bunu bilməzlər. Bu Orta Asiya xalqlarında əsasən yayılmış bir mədəniyyətdir və biz də ki, türk xalqıyıq deyə elə o mədəniyyəti mənimsəmişik. Bəli, deməli bu Aşura günündə bu təqvimin hesablanılması və müsəlmanların ilimiz başlayır deyə sevinç içində bu ilə daxil olması təbii bir halıdır. Nəyim ki, bəzi nadan insanlar kimi il başlayar başlamaz başlarına çırpmağa başlayır, ağlamağa başlayır və beləliklə də elə bütün ili ağlamaq içində keçir. Səbəbi budur. Kimsə dünyasını dəyişsə, birində ağlayır, üçündə ağlayır, 40'ında ağlayır, cümə axşamlarında ağlayır ki, ey ömür boyu ağlayır və pessimist bir düşüncənin içində və heç kəsi sevmir, nifrət içində, filankəsə lənət olsun, filankəsin qəbri yansın. Bax, bu cür sözlərlə bütün həyatlarını acı eləyiblər və bir xəstəlik içində yaşayırlar. Amma dəyərli müsəlmanlar, biz belə deyilik. Biz belə olmayaq, belə müsəlman olmayaq. Bu bizim heç inancımıza yaraşmır. Bir insan da bir nəfər şəhid olubdu deyə bütün ömrünü acı içində, ağlamaq içində mi keçirdər? Ey nadan insan, sən bilmirsən şəhidlik nədir? Şəhidlər yeganə məxluqlardır ki, onlar deyir, Allahım, çaş ki bizi həyata qaytaraydın. Biz bir dəfə də belə şəhid olardıq. Onlar bir dəfə də belə parçalanmağı arzu edir. Sən isə oturub ağlayırsan. Özü də kişi ağlayır. Bu, nə İslama uyur, nə mentalitetimizə uyur. O bizim xalqımızın mədəniyyəti deyil. Kişinin gözyaşı görünməz. Bu yalnız təsadüfən ola bilər, qəflətən ola bilər. Hadisənin qarşısı alınmadı, təsadüf oldu. Özü də kişi bundan utanar ki, mənim gözyaşımı gördülər. Başını gizlətməyə yer axtarar ki, niyə belə oldu? Kişi də kişilərin önündə ağlayar və özü də nə üçün? Şəhidlik üçün. Özü də haçan 1000 il bundan öncə. Bu həqiqətən də İslam deyil, bu sadəcə olaraq müsəlmanları bir-birinə nifrət elətdirmək üçün İslam düşmənlərinin əllərinə düşmüş fürsətdir ki, bunu da İranlılar çox gözəl bacarır. Və Allah Mirzə Sabirə rəhmət eləsin. Təsəvvür edin, bu adam 200 ilə yaxın bundan qabaq yaşayıb və o demişdi, ağladıqca kişi biqeyrət olar. Necə ki, ağladı İran, viran oldu. Aman Allahım,
Böylərimiz, dahilərimiz bir xalqın mədəniyyətinə verdiyi qiymətə bax. Bizim isə öz tariximizə verdiyimiz qiymətə bax. Bir kişi kişilərin önündə ağlayır. Bu hansı mədəniyyətdir ki, ağlamaq yalnız qadınların xislətinə yaraşır. Demirəm, ha, qadınlarımız yığılsın, ağlasın. Yəni, qadın qadının qabağında dərdin danışıb, ağlayır və insanlar da düşünür ki, qadındır da, daha neynəsin, döyüşə bilmir, hirsini başqa yerdən çıxarda bilmir. O elə o evdə oturub, danışırlar bir-birinə, ağlayır, ürəyini boşaldır. Kimi düşünə bilərik. Amma təsəvvür edə bilirsinizmi bizim o döyüşkən babalarımızın ruhu? Onlar döyüşlüblər deyə oğlu dünyasını dəyişib, oturub başqa kişilərin qabağında oğlunun şücaətindən danışır və ağlayır. Heç oxumusunuzmu belə bir tarix? Heç belə bir qəhrəman tanıyırsınızmı? Oturub ağlasın kişi. Yəni ona görə dəyərli insanlar, bizim ilimiz təhvil oldu, yeni ilimiz başladı. Artıq biz bugün 1-i Mühərrəm 1448-ci ili başladıq. Allaha dualar edək ki, Allah bizim bu ilimizi keçən ilimizdən də firavan, keçən ilimizdən də imanlı, keçən ilimizdən də elmli müsəlman olmaqda bizə yardım etsin. Dinimizi öyrənək, sevgi üzərində yaşayaq. Yəni bir-birimizə baxanda üzümüzdə kədərdən, nifrətdən qaşımız düyünlənməsin. Üzümüzün çöhrəsi nurlu olsun. Qaşlarını düyünləyib, alnına möhür yeri vurub, dilindən lənət yağır. Heç o sifətə adam baxmaq istəmir. Heç belə bir adamla din öyrənmək istəmir. Sənin üzündən zəhrimar yağır. Bu nə İslamdır ki? Bu nə İslamdır ki? Sənin üzündən müsəlmansansa, üzündən nur yağmalıdır. Elə zənn eləyiblər ki, alnın qara olsa, qiyamət günü deyəcəklər ki, bunun alnı qaradır, bu mömindir, cənnətə aparın. Nadanlığa baxın, nadanlığa baxın. Sənin Peyğəmbərin alnında o ləkə olmayıb. Peyğəmbərin alnında olmayıb. Yaxşı idisə, elə onda olmalıydı. Niyə onda olmayıb? Səndə olur, sən cənnətə gedirsən. Peyğəmbər isə sənə baxıb deyəcək, mən Peyğəmbərəm, məndə yoxdur. Heç bir sahabədə belə bir ləkə olmayıb. Sahabələrdə də yoxdur, amma bu İran mollalarında var, onlar cənnət əhlidirlər. Və qadın kimi elə ağlayırlar, dillərindən də söyüş, lənət yağır. Heç bu müsəlmana bənzəyir. Ona görə dəyərli insanlar, üzümüzün çöhrəsini gözəlləşdirək. Yəni, sənin üzündən nur yaxsın, dilindən la ilahə illallah kəlməsi yaxsın, sənin dilindən Allah səni sevsin sözü yaxsın, sənin dilindən düşmənivə Allah səni hidayət etsin demək gəlsin. Budur gözəl mömin, budur gözəl insan. Sənin dilindən bu çıxsın, mən səni bağışladım, mən səni Allah üçün sevirəm, sən mənim müsəlman qardaşımsan, eybi yox, oldu, keçdi. Yəni, gözəl sözlər danış, gözəl duyğularla yaşa ki, gözəl günlər qabağına gəlsin. Təsəvvür edirsənmi, sənin Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləm bizə yol öyrətmişdi, o bizə demişdi, xəstəsənsə, biri sənin ziyarətinə gələndə, səndən soruşsa, canın ağrıyırmı? Heç vaxtı demə, hə, gör ha, deyir, birinci de, əlhəmdülillah, sonra de, hə, filan yerim ağrıyır. Yəni, bəlkə həkimdir, müalicə edəcək də, yəni, bəlkə səndən soruşub və sənə bitki deyəcək, bir yağ deyəcək, bir masaj deyəcək ki, bunu eylə düzəlsin. Ona görə birinci, hə, filan yerim ağrıyır deyə şığıma onun üstünə. Fəryad qopartma, neçə gündür yata bilmirəm, canım ağrıyır filan demə. Birinci de, əlhəmdülillah, özdə o əlhəmdülillahı deyəndə, üzümün çöhrəsində gülüşə bənzər bir şey olsun. Canın ağrısa da, Allah şahiddir, ey Allahın qulu. Sənə Allah bir bədən verib ki, sənin bədəninin immunitetləri dəyişir sən güləndə. Sən ağrını gizlədəndə, dərdini gizlədəndə
Allahın sənin anatomiyana verdiyi bədəndə dəyişiklik baş verir. İnanırsan ki, bu belədir. Hətta tibbdə də var. Buna deyirlər özü-özünə təlqin sistemi. Ruscası samovunişeniya. Təsəvvür et. Sən bunu Ruscası nəyə dedim? Yəni bəziləri o anlasın. Yəni bəziləri bu sözü qrammatikamızda olan sözü anlamır deyə. Sən özünü hətta söz ilə müalicə edə bilirsən. Heç yerim ağramır. Elhamdülillah. Nə olub ki? Məndən pis ağrı yaşayanlar var. Məndən böyük dərdi olanlar var. Gör necə qələbə salırsan xəstəliyə. Amma insan var. Dolu müalicələr edir. Cibi dolu, cibini xərcləyir, bütün pullarını xərcləyir müalicələrə. Elə ağlayırdı deyə düzələ bilmir. Çünki o psixologiyasını düzəltməyib. Ona görə biz çöhrəmiz gözəl, dilimiz gözəl müsəlmanlar olaq, günlərimizi sevinç üzərində açaq, demirəm şıltaqlıq edək. Yəni, ümid ilə yaşayaq, sevinç ilə yaşayaq, bir-birimizə qarşı da mərhəmət duyğuları ilə yaşayaq ki, biz yoxsul olsaq belə gözəl bir həyat yaşayaq. Biz xəstə olsaq belə ümid dolu yaşayaq, arzu dolu yaşayaq. Borcun olsa belə ümidin olsun ki, Allah sana bir qapı açacaq. Gedib daha dua yazdırıb boynundan asma. Dua ilə pul tapılmır. Ümidin olsun, özünə hünər ver, hər şey qaydasına düşəcək. Belə dəyərli müsəlmanlar, Allah bizə daha gözəl günlər qarşımıza çıxartsın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.